Həcc ziyarətinə gedir, yolda kərvandan geri qalır. Kərvan gedir, bu da dəvəsinə minir, getsin, çatsın. Dəvəsinə minir, gedəndə birdən bir nəfər oğru quldur, qabağını kəsir, düş dəvədən, tez elə. Düşür dəvədən, deyir ki, dəvəm mənimdir. Nə düşün də, silahlı quldurdur. Xurcunuvu bura ver. Xurcunda pullarıdır, yola apardı. Mənim də hamısı. Paltarlarını soyun. Dedim, insafın olsun, paltar. Siz mən necə gedim, ayıbdır, buna dəymə heç olmazsa. Xurcunumda olan pulun yarısını ver, yarısı sənin halal xoşun, yarısını ver mənə, səfərə gedirəm. Dedi, hara gedirsən? Dedi, Allahın evinə gedirəm. Dedi, Allahın evi də var. Dedi, var, Məkkə Allahın evidir. Amma məkan baxımından yox, şərafət baxımından. Yer o qədər şərafətlidir ki, Allaha aid olunur. Başa saldı onu da, oğrudur, çölün quldurudur, onu başa düşmür belə şey. Dedi, yaxşı getdin Allahın evinə, neyin necəsən orada? Dedim, ibadət edəcəm. Yəni, neyin necəsən? Dedim, da bilməm, nə başa salım buna, deyim, təvaf belə, səy belə. Dedim ki, Allahın sözlərini oxuyacam orada. Dedi, Allahın sözü də var. Dedi, hə. Dedi, oxu mənim üçün görüm. Oxu Allahın sözündən. Deyir, açdım, Zariyat surəsinin bu ayəsi gəldi. Və fissəmai rizqukum və mə tuadun. Deyir, göylərdə sizin ruzuğunuz var və Allahın vəd elədiyi hər şey var. Allah nə vəd eləsə sizə çatdıracaq, narahat olmayın. Dedi, bu Allahın sözü, dedi, hə. Dedi, bu dəvə sənin, xurcun da sənin, paltarın da əynində, mənə də apardı onun evinə. Görüm necədir. Deyir, dəvəyə minir, o oğruyu bu yanı ilə gedir. Bir müddət bu minir, o bunun yanına. Gəlirlər, çatırlar, miqata çatanda dedim ki, burada görüşə hazırlaşmalıyıq. Əynindən paltarlarını soyun, 2 ağ parça giyinib gedəcək Allahımızın görüşünə. Deyir, elə oradan getdik, ziyarətdə mən itirdim bunu. İtirdim də, itirdim, çıxdım, gəldim, qayıtdım Bəsriyə. Gələn il yenə də yol aldım, ziyarətə gedim. Gəldim, bir ziyarət elədim. Ziyarətimi bitirmişdim. Son təvaf eləyirdim, vida təvafı idi, nə idi? Vacib təvaf da deyildi. Gördüm, bir nəfər əlini çiynə alır. Çöndüm, baxdım, bir də tərif onu, tanıdım məni. Gördüm, nurani bir mələkuti siması var. Dedim, yox. Bir də oğru vardı, keçən il yolu kəsmişdim mənə. Həmin oğruyam mən. Dedim, hə, çox gözəl. 1 ildir mən burada sərgərdanam çöllərdə. Sən Allahın evində, qapısında. 1 ildir mən burada hamballıq eləyirəm, yük daşıyıram, günümü, güzaranımı təmin edirəm. Allahın evində qaldım mən.